Salam, hər vaxtınız xeyir, dəyərli qrup üzvləri. Mən Babel Xərci Education platformunun təşkiçi rəhbəriyəm. Bugün podkastımızın mövzusu digital marketinqdir. Marketinq firmanın məqsədlərini həyata keçirmək üçün mövcud və potensial müştərilərin istək və ehtiyaclarını təmin etmək üçün mal və xidmətlərin istehsalçıdan istehlakçıya doğru və ya istifadəçiyə doğru yönləndirən fəaliyyətlərin bütünüdür. İlkin anlayışlar isə istək, ehtiyac, tələb, yəni müştərilərin istəkləri, ehtiyacları və tələbləri, sonra mal, xidmət və məhsul, istehlakçı və istifadəçi. Yəni biz öz müştərimizin istəklərini, ehtiyaclarını, tələblərinə uyğun mal, xidmət, məhsul yaradırıq. Sonra istehlakçıdan istifadəçiyə ötürülür. Deməli, brend bir ticarət malını tanıtmağa, bənzərlərindən ayırmağa yaranan, o malın simvolu olan şəkil yaxud hərfdən ibarət olan xüsusi işarədir. Brendinq isə brendə dair olan bütün fəaliyyətlərin plana tətbiq olunmasıdır. Brendinq özü nədir? Brendin performansı, brendin kimliyi, yəni brendin kimliyi dedikdə loqo, emblem, performans, yazı stili və s. aiddir və brendin mövqeylənməsi. Kommunikasiya nədir? Kommunikasiya şəxslər arasında hiss, düşüncə, bilgi, xəbər, alış-verişin ağla gələ biləcək hər forma və yolla bir şəxsdən başqa şəxsə qarşılıqlı şəkildə ötürülməsidir. Kommunikasiya vasitələri reklam, satış, satışa dəstək və digital media olaraq bölünür. Kommunikasiya modeli nədir? Mənbə, kodlama, mişaz, kanal, kodu açma və hədəf kütlə. Hədəf kütlədən sonra isə feedback, geri dönüşlər gəlir, yəni mənbədən gələn geri dönüşlər. Sonra kontentin formaları var, şəkil, video, e-book, məqalələr, videolar, podkastlar şəklində, yəni kontentin formalarıdır bunlar. Son olaraq da кейslər var, onları mən sizə PDF formatında atacağam, izləyərsiniz və digital marketinqin vasitələri, email marketinq, mobil tətbiq, SEO, SMM və s. onların da hamısını sizə PDF formatında atacağam, nəzərdən keçirərsiniz. Diqqətiniz üçün təşəkkürlər.